alın yazımdır. Torpaqda izim, hayat yazımdır. Küley geceler adımı səslər, dağlar qoynunda ruhumu bəslər. Dözüb susaraq ömür sürmüşəm, dərdi sükutla qəlbə hörmüşəm. Gürur qanımda, canımda çağlar, nəfəsimdə yaşar bu uca dağlar. Sınmadım əsla, eğilmədi baş, adım odda döydü hər bir daş. Hər yerə mənə bir qüvvət oldu, ruhum dağların başında doğuldu. Səsimdə dağların sədası çağlar, damarda od coşar, nəfəsim dağlar. Yıxılsam yenə də qalxan mənəm mən, ruhumu dünyaya bu zirvə bağlar. Hey! Səsimdə dağların sədası çağlar, gürürüm sükutun bağrını dağlar. Bir ömür bəxş etdim mən bu torpağa, adımı qayalar yaddaşda saxlar. Hey! 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 Atların nal səsi gəlir uzaqdan, zaman donub qalar, keçər bu ruhdan. Hey, hey, hey! Ata nəsihəti yaşar canımda, mərdliyin möhrü var hər bir anımda. Hey, hey, hey! Burada sevgi köhnə bir yara, həm çox dərindir, həm də diri. İnsanlar köçər, xatirə qalar, dağlar sonları əbədi yanar. Küləklər sirdaşım, tək dərdləşərəm, kölgəmin uğrada mən dəyişmərəm. Tale fərmanını yazsa da qanlar, dağ olub keçərəm, baş əymərəm mən. Səsimdə dağların sədası çağlar, damarda od coşar, nəfəsim dağlar. Yıxılsam yenə də qalxan mənəm mən, ruhumu dünyaya bu zirvə bağlar. Hey! Yolum zülmət olsa qorxmaram əsla, ulular hakimim olar bu yolda. Adımı tarixlər silsə də bir gün, dağlar şahidliyim, silinməz möhrü. Hey, 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 hey! Hey, 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 hey! Səsimdə dağların sədası çağlar, bu səs mənimlə dünyanı bağlar. Mən getsəm də izim torpaqda qalar, ruhum dağlarda əbədi
hörmətli qonaqlar, hörmətli tədbir iştirakçıları, əziz istedadlı balalar, hər birinizi xoş gördük. İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyi qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi olub, İstedadlar Akademiyası adlı layihə çərçivəsində ustad dərsləri keçirilir. Bundan öncə Bakı şəhərində bir neçə sahə üzrə ustad dərslərimiz keçirilir. Bugün gözəl Gədəbəyimizdə xanəndəlik, rəqs, aşıq yaradıcılığı üzrə ustad dərsləri olacaq və bu dərsləri də tədris edən müəllimlərimizə öncədən təşəkkür edirik. Ustad dərslərinin keçirilməsində məqsədimizdədir bu layihənin icrasında. Biz illərdir ki, regionlarda və Bakıda fərqli layihələr icra edirik, konsert tədbirlərimiz olur, amma bu ilki layihəmiz ustad dərslərimiz oldu. Məqsəd nədir? Çünki bizim o konsert tədbirlərimizdə bəzən istedadlı balalarımızda hansısa bir qüsurlar olur, sonra da bunu istər izləyicilər, istər müəllimlərimiz tərəfindən bildirilir və bu dəfə məqsəd oldu ki, bu balalarımızda əgər belə bir qüsurlar varsa, səhvlər varsa, məhz bu ustad dərsləri hesabına həmin müəllimlər, həmin istedadlı balalarımıza bunları öyrətsin. Və Bakı şəhərində çox uğurlu keçdi, inanıram ki, Gədəbəy rayonunda da uğurlu olacaq. Ümumiyyətlə, layihənin icrasında bizə dəstək olan qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə, Gədəbəy rayonu İcra Hakimiyyətinə, Tovuz Qazaq Regional İdarəsinə, şəxsən Aydın xanıma təşəkkür edirik. Və bu gözəl məkanın direktoru Aşıq Ələsgər adına Gədəbəy Aşıq Məktəbinin direktoru Azər müəllimə dərin təşəkkürümüzü bildiririk. Bir neçə gündür telefon vasitəsilə əlaqədə olurum, istedadlı balalarımızın bugün bura cəlb olunmasında. Müəllimlərimiz bilirəm, yay təhsilidir, istirahətdədir, amma ən dəyərli anlarını bugün bura sərf edib gəliblər, hər birinə təşəkkür edirik. Və bizim bu layihələr çərçivəsində bir də bir dostluq körpümüz olur. Hər zaman baxmayaraq ki, layihənin icrası ilə əlaqədar, yəni layihə üçün mən gəlməliyim, amma bizim çox gözəl bir kollektivimiz var. Heç vaxt məni tək qoymurlar, bütün layihələrimizdə Bakıdan mənimlə birlikdə bura gəlirlər. Əgər icazəniz olarsa açılış üçün dostluq körpüsü məqsədilə, yəni bizim həmin istedadlarımızla, Gədəbəy istedadları arasında da bir dostluq körpüsü quraq yaradaq. Açılışı məhz Bakıdan gələn qonaqlarımız etsin. Ondan sonra inşallah bir xanəndəlik, rəqs və digər ustad dərslərini birlikdə izləyəcəyik. Beləliklə Əlinə Əliyeva, gənc xanəndə, müsabiqələr qalibi. Senin aşkın
alkışlarınızla. Qonaqlarımıza sonunda bir söz verəcəm. Bir dəyərli qazimiz var burada. Valideynlərimiz, müəllimlərimiz hər biri çıxış edəcək. Bu dərsimizi yekunlaşdıraq inşallah. Dəyərli qazimiz, Mənim xoş gəldiniz. Çox sağ olun. Mən salamlayıram sizləri. Deməli, tətil olmağına baxmayaraq, zəhmət çəkib, Oğuzlarını yapan edib, bizi Gədəbəyə, gözəl Azərbaycanlı bizləri müşəsilə gətirmişsiniz və mən bu yerlərin əhalisinə, hamısına bol-buluzu, bərəkət, sağlıq, canla yaşamağı və belə istedadlı uşaqlar, aşıqlar getirməyi, aşıq məktəbdə, aşıq ocağıdır bura, bildiyimiz kimi, amma bildiyimə indi bu günlər mən eləcə tanış oldum, maşallah gözəl səsli xanəndələr də yetişir burada və əlbəttə elm, təhsil, uşaqlarımız çox belə savadlı olsunlar, ziyalı olsunlar, hər biri öz peşəsində, öz peşəsinə sahibi olsunlar deyək. Uğurlar arzulayırım və mən neçə illərdir belə tədbirlərdə olurum, amma ustad dərsi deyəndə onun biraz məsuliyyəti var. Yəni, neçə yaşda olsaq da biz imtahan verəndə, bu yaşımızda və adı imtahan olanda biz ona məsuliyyət daşıyırıq, həyəcan keçiririk, amma heç bir həyəcanı yoxdur. Bu günləri bizlə gələn tələbələrimiz də, bizim tələbələrimiz, yetirmələrimiz, gördünüz ki, bizim gözəl qızımız universitetdə oxuyur, maşallah olsun, özü Muğam müsabiqəsinin müəllimlərindəndir. Bir daha əllərini alqışlayaq. Ürəklərin dolu, geniş insanlar burada toplaşıb ki, bizim təbii səsimizi ustad dərsinə ulaşsınlar. Elə də təbii səs dinlədik burada səhər-səhər hamılıqla. İnşallah uğurlar arzulayıram və bir daha sizlərə minnətdarıq ki, bu gözəl yeri bizə açdınız. Aşıq Ələsgərə, olur bizim aşığımıza Allahdan rəhmət diləyirik, ruhu şad olsun və bu yaradıcılıqda gedən hər bir kəsə bir daha müvəffəqiyyətlər, nailiyyətlər arzulayıram. Bizim xanəndəlik üzrə gələn iştirakçılardan özünüz bir-bir yaxınlaşacaqsınız, yönləndirəcəm, özünüzün təqdimatını özünüz eləyəcəksiniz, daha sonra dərsiniz olacaq. Bayaq ifa edən gözəl qızımız var. Qızımız, o Karmanda ifa edən. Gəlin o qızımızı alqışlayaq. Hər bir şey bizim üçün ifa edə bildi. Var o, bir daha sənə dəvət edək, bizə bu gün yardımcı olasınız. Sizə uğurlar. Qazım müşahidə. Alqışlayaq və həmən. Mən burada bildim ki, bu qızımız da bizim Muğam müsabiqəsi yarışmasına seçimlərində iştirak edib. Uğurlar arzulayıram və səsinə qulaq asdım. Çox gözəl, qabiliyyəti var, istedadı var. Bu istedadı burada göstərmək məharətini istəyirik. Bu gələn insanlar bizlə bərabər, bizim bilgiyə kimi. Və bəlkə də heyratıdan başlayaq. Güzel.
yar Ey əzizim mənə Deməli bu Heyrantı Zərb muğamı idi. Heyrantı Zərb muğamının birinci şöbəsinin ifahiləri qızımız və uğurlu da ifahiləri. Uşaqlarda bəzən olur ki, yəni burada sıxılma, bax, görsən səhnə sənindir. Bütün səhnə sənindir, hamı sənə ifadə edir. Gözəl ifa edirsən. Hələ bunun ikinci şöbəsindədir. Yəni istəyirsinizsə bir ikinci şöbəsinə dəyək, yenə ifadəsini götürək. Hemen yerler. Biz bu uşaqda istədiyimiz nədir? Hamılıqla, mən bir valideynə də təşəkkür edirəm ki, o valideynlər istedadlı olan evlatların əlindən tutub gətirirlər səhnəyə. Sən bir dənə sıxılma, gözəl qızım, sıxılma, qalma. Meydan, səhnə sənindir. O bir dənə mahnımızı da ifa eləsin, bütün çıkırlarında, Azərbaycanlıda.
həmişə ustad dərslərinə önəm verir. O gün olsun, özün ustad olasan. Xəyal, gəlsin zəhmət olmasın. Əyləşin, mən siz həzət olmasın. Xəyal, bugün tanış oldum. Bu da bizim Gədəbəyimizin balası, Allah saxlasın. Burada Xudayar dərsində ifa elədi, bəyənmək səsin. İnşallah burada da ifa Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başında daşlanırdı, daşlanırdı. Deyirlər bülbülə çəmən yaxşıdır, insancılar əzabətən yaxşıdır. Səsi, yəni bu hansı sözdən çalırdınız bunu? Doğru. İndi bu uşağın səsi oradan çatmadığına görə xaric getdi. Tamaşaçılar, mesajlar da bildilər. Şey yoxdur. Ondan həmən bu yerlərə gəlib tutursansa, onda bunun dərinə düşünərsən. Deyirlər bülbülə Çəmən yaxşıdır, insancılar əzabətən yaxşıdır. Deyirlər bülbülə çəmən yaxşıdır, insancılar əzabətən yaxşıdır. Şair sorma məndən nədən yaxşıdır, alır gələr canım, daşlanır, daşlanır. Şair sorma nədən məndən yaxşıdır, alır gələr canım, daşlanır, daşlanır. Gönüller terk eder bu hoş mənzərə, şövqümü artırır şeirə, qəzələ. Gönüller terk eder bu hoş mənzərə, şövqümü artırır şeirə, qəzələ. Çatdıqca vətənim elimin əzərə, təbiyyətlə mənə heyran görünür, heyran görünür. Çatdıqca vətənim elimin əzərə, təbiyyətlə mənə heyran görünür, heyran görünür. Təzərdənizin tədiş Deyirlər bülbülə çəmən yaxşıdır, insancılar əzabətən yaxşıdır. Deyirlər bülbülə çəmən yaxşıdır, Ev yoxdur. Bax, indi bu oğlan uşağıdır. Bir alqış gəlsin. Maşallah olsun ki, verirsiniz ki, ritmi düz, səs düz, səslə yaxınlı. Sadəcə bizim burada Aşıq müəllimimiz də var. Bizim neçə illərdir, indi o evladı oxuyur, xoş gəlir, səfa gətirir bizlə bərabər. Siz də musiqidə hamı anlayışı olan insanlardır. İndi səsi ola bilər dəyişməyə, yavaş-yavaş gedir. Ona görə o stili o yerdə nə olacaq tuta bilməli. Aşağıdan bir not aşağıdan olsa onu da tutacaq. Amma ritmi də, səsi də gözəldir. Uğurların o olsun, yolun açıq olsun. İnşallah o gün olsun.
Əvvəla savadlı, ziyalı bir evlad olasan, vətənimizə, vətənpərvər evlad olasınız, cəmiyyətimizə, ailəmizə yararlı evlad olasınız və istədiyiniz peşədə və bu peşədə olacaqsınızsa, haqqın verəsiniz onu. Oldu mu? Bizim Bakıdan gələn, bizim gözəl istedadlı tələbələrimiz İlqar, gəlin bura görün. Gel bura. Gel güzel. Deməli, bu yaxında Azərbaycan ulusu yarışmasında bəlkə də kimlərəsə rast gəldi. Birinci yer tutdu bu bizim İlqar balamız. Azərbaycan ulusu yarışmasının birincisi oldu, qalib oldu. Yusuf balamız səsi dəyişməsinə baxmayaraq kimlərə qulaq asır, kimlərdən bəhrələnir. Əvvəlcə atasına həvəsin olub, onun oxumağına, istedadlı da ondan gəlir. Amma baxıram ki, rəhmətli Arxan Abdullayeva kimlərə, xanəndələrə qulaq asır. İndi də özü gözəl bir, tanınmış bir xanəndə olmaq istəyir. Bu yolda sənə uğurlar arzulayır. Bizim qızımız da dediyim kimi bu müsabiqəsinin qaliblərindən olub. Yəni, savadları, müəllimləri, bu Gülyaz xanımın tələbəsidir bizim İlqarımız. Hər ikinci sənət gimnaziyasında sənin müəllimin kimi Artəm müəllim Məhəmmədova və sənin də Əməkdar artistimiz Təyyar Bayramov. 2002-ci ildə Zəmin Xalə Muğam Ansamblına bəyli rəhbəri kimi və xanəndə kimi fəaliyyətində o qədər belə gözəl uşaqlar görmüşəm. O deməkdir ki, efirlərin bütün günü izzət verir, insanların gözündə qalıb şan şöhrət üçün yox, iş üçün, əmək üçün, əmək sərf edib, nələrsə ortalığa çıxartmaq üçün zəhmət çəkən insanlardan olmuşam və ona görə də fəxr edirəm. Bugün mən tanınsam da, tanınmasam da, özüm həyatda olmayanda belə gözəl uşaqlar istedadlarını yanımda. İstəyirsiniz bir yer və ifadə verin ya. Bir yerdə uşaqlardan istəyirsən, sən də tək bir şey ifadə edin. Bir yerdən yaşanırsan, sən tək oxumursan. Səsi dəyişdiyinə bu gəl onda bir yerdə bir ifadə edin. Ondan sonra aşağı Azərbaycan müstəqiləsində doğudan. Canımızı bağlıyım. Elmasın gel var
günləri bizim bu uşaqlarla bir yerdə üstad dərsində iştirak edədiniz. İnşallah ümidvaram ki, siz də bax bizim bu gözəl balalarımız kimi gözəl yerlərdə səsiniz Azərbaycanın böyük səhnələrindən gələcək. Aşıqlarımız var, burada alınması, müəllim var, Aşıq Qərbədə. Mən təşəkkür edirəm bir dəfə sizə. Təşəkkürünüzü qəbul edirəm. Bilirəm ki, hər vaxtınız dəyərlidir, gözəldir, vaxtlarınız. Mən bugün çox şad oldum burada iştirak etməkdən ki, həm qadın ifaçısı gözəl qızımızı kəşf elədim, həm gözəl qızımız adı nə idi? Rahilə qızımızı kəşf elədim. Sizlə inşallah işimiz davamlı olacaq, istər mətbuatda, gözəl müsahibə hazırlayarıq, müsahibələrimiz dərc olar, bütün uğurlarını bütün ölkü olaraq istəyərlər, sən uğurlarından xəbər olaraq və növbəti dərs üçün xəyal balamızdan da bəli. Və indi isə Aşıq yaradıcılığımızda Aşıq Toğrul Gedəbərini dəvət edirik və aşıqlarımız. Hər birinizi salamlayıram. Bu suala xanım çox sağ olun, təşəkkürə görə, gənclərimizə dəstək olduğumuza görə, bugünkü gündə bu şəraiti bizə yaradan gerçəkdən təşəkkürümü bildirirəm. Bu üstad dərsində, yəni şagirdlərimlə Cəllə havasını ifa edəcəyik. Könlüne divane gezirsen Deli könlüne divane gezirsen Bir defa dilbeden sana yar olmaz Sana yar olmaz Yəni sözü uzaq, sən sözü kəsib bilmədin. Çoxlar hüsnünə min dastan yazan Çoxlar hüsnünə min dastan yazan Səklimə tənim, qan gəzəb
ömrümün bir asırı Gele böyle Zeyranı Soruştum hardan Otobüsü ben. Otobüsü ben sen. Ha. Kaçak bir yerlerden alıp sahalı Kaçak bir yerlerden alıp sahalı Diline değilsem bir kaşık bahar Bir kaşık bahar Yazan evsün kaynayır kanım Yazan evsün kaynayır kanım Yılsız kime gelir Aham 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 Alzam 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 Şirin dastan ya Şirin dastan ya Ses değişen var. Biz baş saati ders keçəcək uşaqlara, yəni növbəti ifamız baş saati. Tamam, çıxar. Gədəbəydə yəni olubdur, Gədəbəydə olub baş saati biləməsək, yəni Sevdiğiniz evlere Bu dağları
Teşekkür ederim. Çok sağ olun. Vazifasını çok sevirik, çok da maraqlıydı, çok da gözəl teşekkür edirik. Gözləyirik ki, inşallah İlayın yekun vaxtlarında sizə qədər məlumat elan paylaşılacaq tədbirimizdə də. Və Elmira müəllimə buradadır, gözəl rəqqasə balalarımız var. Elmira xanımı da dəvət edək. Sadəcə qonaq kimi gəliblər, çıxış edəcəklər. Görək. Tədbir iştirakçılarını hər birini salamlayıram. Müsalə xanıma çox sağ ol deyirəm və xoş gəldin deyirəm. Gələcək
bu fidan körpülər üçün böyük uğurdur, bir uğur körpüsüdür deyərdim. Əlbəttə, hər dəfə biz yeni görüşlərimizdə çox istedadlı balalarla tanış oluruq, onları yenidən tanıyırıq. Əlbəttə ki, layihənin adı kimi, yəni kəşf edirik, onları yenidən öyrənirik və onlara uğurlar arzu edirəm. Mən uşaqları çox sevirəm, çünki uşaqlar bizim gələcəyimizdir. Uşaqlar əlbəttə ki, cəmiyyətimizin, devlətimizin o nə qədər uğurlu, savadlı gənclərimiz, uşaqlarımız, istedadlı balalar olsa, cəmiyyətimizə bir o qədər yararlı və xeyirli olarlar. Çox sağ olun, sizin rəhbərliyə təşəkkür edirəm və Azər müəllimə təşəkkür edirəm, İlham müəllimə təşəkkür edirəm və sizin öz qızıl vaxtını birgə ayırıb sizinlə gələn bütün hər bir müəllimə öz təşəkkürümü bildirirəm və nə xoş bizə onlardan yararlarını öyrənmək. Çox sağ olun, Allah razı olsun, hər birinizə təşəkkür edirəm. Şuşanın dağları başı dumanlı, kırmızı koftalı, yaşıl dumanlı. Derdinden ölmeye çoktur yumanlı, derdinden ölmeye çoktur yumanlı. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdinden onu bil. Danışmasan da kolum var gül. Ay kız bu ne aşk kız, ölerim derdine onu bil. Danışmasan da bana gül. Şuşada akşamlar yanar ulduzlar, onlardan güzeldir gelinler kızlar. Yol üstte dayanıp yarını gözler, yol üstte dayanıp yarını gözler. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdine.
başı dumanlı, kırmızı koftalı, yaşıl dumanlı. Derdinden ölmeye çoktur yumanlı, derdinden ölmeye çoktur yumanlı. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdine onu bil. Danışmasan da bari gül. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdine
Edebilirsen onu götür hemen geri göre. Bak yaraban son yaraban. Sana gel geri. Gele güzel göster ona güzel güzel. Ana yurdum. De görün. Dediğini tecrübe et. Ana yurdum. Ana yurdum. Aha. Yar. Sonra burada bizim bu güzel görürsünüz, güzel balamız tarçalı. Burada valideynleriyle geldi diyese. Şimdi müəllimə valideyn. O bir o gəldi ona da bir qulaq asaq. Uşaqlar getməsinlər, durun buradan yenə ifa edərsiniz biraz sonra. Bir də burada bir xanım bir mənim geçən səsim var. Oxuya bilir. Burada işçilərdən müəmmətsə, istəməm xətrinə dəymək, istəyərəm ki. Yox. Eşitdim ama orada senin sesin var. Yaxşı. Sen gör ne yapıyorsun? Uşaqlar bir babamı çağırır bu babamı. Uşaqlar Sara xanım, uşaqlar Hüseyin. Sen
kaldı? Cəfərov kim? Hüseyin. Elə qoyun Hüseyini yadımda saxlayın. Mən de Qafarov deyim. Cəfərov Hüseyin. Yolu açıq olsun. Bizim saz müəllimimizdə sazla bir-birinə qohumdur. İfası Nəfərov. Gözlər. Çox gözəl. Hüseyin balamıza uğurlar çok güzel. İndi onun bacısına da bir dənə imkan yarada bilərik mi? Maması Hüsayla xanım Faysilə. Qulaq asan. Piyano. Səsləri dəyişdiyinə görə bunu oğlan uşaqlarının bir dənə əsas məsələdə yavaş-yavaş burada da başlayır o dönəm. Ona görə biraz qorxuzular özlərini, amma qorxmayın da, sənin səsin hələ gedəcək. Maşallah olsun. İndi kimsə qaldı mı? Bizim aşıq şu an.
Sağ olun. Teşekkür ederim. Uşaqlara belə gəlmişik, sazla yekunlaşdıracaq bu sözsüz. Amma mən müraciət eləmək istəyirəm bizim qonaqlarımıza və dünən biz bir gün öncə gəlmişik təbii ki, parkda uşaqlarımızla gəzintiyə çıxdıq, istədik sakinlərimizlə yaxından tanış olaq. Çox dəyərli bir insanla tanış olduq, Vaqif müəllim. İcazənizlə siz də dəvət edirsiniz. Hörmətli tamaşaçılar, hoş gəldiniz. Bu həmbəşə Azərbaycanda musiqi şəhəri olsun. Musiqi olan yerdə Xəzər olmur. Mən sizə minnətdarım ki, mənim minnətdarım bildirir. Aşkı müəllim olsun, Arman müəllim olsun. Mən sizə çoğulu təşəkkür edirəm. Çoğulu sağ olun. Yaxşı tələbə gəlirsiniz. Siz yaxşı danışdınız. Mən faktlarımda birinci gördüm ki, bunların səsi gəlir. Qarabağ mahnı oxuyurlar. Mən kədər qoğulum, çox qoğulum. Yaxınlaşdım kollektivin yanına və sözümü dedim ki, bəli, dururlar, bütün millət buraya dedim ki, belə, əziyyət çəkib 500 kilometr yol gəlsin. Mən arzu edirəm ki, mənim sana da can sağlar dönürəm. Belə tələbənin milyonunu yetirir. Bu bizim də bir görəlim ondan sonra. Sağ olun, biraz sağ olun. Mən müraciət eləmək istəyirəm, əgər sizin valideynlərinizdən, qonaqlarınızdan başqa çıxış eləmək istəyən, öz fikirlərini bildirmək istəyən varsa təbii ki, və digər ola bilər burada istedadlı uşaqlar var. Mənə yazırdılar telefonla, onlar da gəlin şeir deyil, mən demişdim onlar, amma bilmirəm burada. Əgər mənim uşaqlar da buradaysa, şeir demək istəyən varsa və digər istedadı onlar da yaxınlaşa bilərlər. Təbii ki, Maysə xanım, xoş gəlmişsiniz. Buyurun. Salamlayıram. Bugün xoş bir səbəbə, xoş bir günə yığışmışıq. Mən demək olar təsadüfən bu xoş bir səbəbdə buradayam. Mənim üçün iqat sevinçli bir gündür ki, mənim doğma rayonunda, mən Şınıqdanam, bayaq dediyim kimi. Ona görə Salih xanım mənim üçün çox əziz, çox doğma. Bugün bura yığışmaqda, yəni Salih xanım başda səbəbkar Salih xanımdır. Yəni bu Dədə Ələsgərin adına olan müqəddəs bir ocaqda yığışmağımız çox xoşdur bizə. Başda mərkəzin direktoru Azər müəllimə təşəkkürümüzü bildiririk, Salih xanıma təşəkkürümüzü bildirirəm. Eyni zamanda bu istedadlı uşaqların yəni ki, dəstək olan valideynlər üçün təşəkkürümüzü bildiririk ki, bugün onlar öz evlatlarına, savadlı evlatlarına, istedadı olan evlatlarına dəstək olaraq bugün buradayıq. Hər birinə uğurlar arzulayıram, uğurlarınız bol olsun, davamlı olsun. İnşallah səsləri böyük səhnələrdən gəlsin. Ustad dərsi üçün gəlsək də adından məlum istedadları tanıyan vətəndaş ictimai birliyi olaraq yeni istedadları da tanıdıq. Çünki burada rəqs bacarığını bizə göstərmək istəyən balalarımız oldu, tarix üzrə istedadını göstərən balamız oldu. İnşallah hər biri ilə də davamlı əlaqə olacaq. Və sonunda təbii ki, Aşıq Toğrul Gədəbəyli və gözəl kollektivinə də bir gözəl saz ifası olacaq.
olsunlar ama şimdi Azad Qarabağ'da Azərbaycan bu günləri o bir demir yumruğun altında birleşip şükür Allah'a ki torpaqlarımız öz elimizdə, başımız uca, hamının canı sağ, ömrü uzun olsun. Gözəl Qarabağ, gözəl Azərbaycanın bugünkü gələcək. Var olsun, ölkəmizin dünyanı. Qarabağ şikəsləsi okuyup balalarımız. Var olasınız. Bir daha var ol canım benim. Allah sizi var eləsin ki bugün bizi güzel bir insanlarla, güzel bir ülkemizde görüştürdü. Bir daha ben de teşekkür ederim. Dövlətimiz var olsun, Cənab Prezidentimiz var olsun. Layihəmizi dəstəkleyen her zaman qeyri hökumət təşkilatlarına, dövlət dəstəkliyinə xüsusi təşəkkür edirəm. Burada bugün biz məşqsiz, hazırlıqsız oldu. Müəyyən texniki problemlər hər zaman var. Əsas odur ki, çok güzel düşünürək ki, faktorlarla ayrılacaq, yeni istedadlar tanıdıq və bəziləri yeni əməkdaşlıqlarımız olacaq. Xüsusilə bu məkanın direktoru, Azərbaycanın Gədə və Yaxşı Məkanın direktoru Azər müəllimə təşəkkür edirəm və bütün müəllim kollektivinə, bütün valideynlərlə təşəkkür edirəm. Doğru müəllim. Sizə təşəkkür edirəm. İstedadlı balalarınızla çox gözəl ifalar oldu. İstedadlar Tanrı Vətəndaş İctimai Birliyinin kollektivinə təşəkkür edirəm. Valideynlərimə təşəkkür edirəm. Bakıdan bura məni yəni tək qoymadı. Hər biri mənimlə oldu. 2 günlük gəzintimizdə xoş xatirələrlə Bakıya dönəcəyik. Və mən hər birinizi dəvət edirəm bu səhnədə bir xatirə şəkli çəkdirək. Kızımıza bir alış.